2025-ci ildə reallaşan 5-ci sosial paket 3 milyondan artıq vətəndaşımıza əhatə edəcək. Bu istiqamətə əlavə olaraq 1,4 milyard manat vəsaitin ayrılması reallaşır. Nəzərə alsaq ki, 2025-ci ilin dövlət büdcəsindən sosial istiqamətə ayrılan vəsaitin həcmi 17 milyard manata yaxın olacaq. Bu büdcə xərclərinin 41% deməkdir. Bu demək ki, 2025-ci ildə dövlət büdcəsindən ayrılan hər 100 manatdan 41 manatı məhz sosial istiqamətə yönəldiləcək. Bu təbii ki, bir daha təsdiq edir ki, möhtərəm prezidentin rəhbəri ilə həyata keçirilən siyasət məhz ana xətti, məhz insanların sosial təminatının daha da gücləndirilməsidir. Və xüsusən nəzərə almaq lazımdır ki, 2018-ci ildən sonra reallaşan 5 sosial paketə əlavə olaraq 8 milyard manatdan artıq vəsait xərclənir. Və yalnız 2018-ci ildən sonra 2018 və 2024-cü illərdə minimum maaş, əmək haqqı 3,1 dəfə, minimum pensiya isə 3 dəfə artırılıb.